Salam aleyküm əziz dostlar. Yenə topuğa baxırsınız. Yenə həftəmiz başlayıb. Keçən həftə gərgin futbollardan sonra əlbəttə ki, bu həftə də gərgin futbollarımız var. Bəli, artıq turlar azalır. Çempionlara hələ də elə liqalar var ki, bilinmir kimdir çempion. Keçən həftə nə qədər çempionluğu təxmin edən bilən, çempion ola bilən komandalar artıq intriqada saxladılar. Bu həm Türkiyədə, həm Premyer Liqada, həm də Fransada idi. Düzdür, tək Almaniya kubokudur ki, artıq Bavariya çempionluğunu qarantiləyib. Ona görə o birisi liqalarda hələ də maraq, hələ də belə derbi oyunlarımız qalıb. Siz yenə də topuğa baxırsınız və əgər mərc edirsinizsə, bunu legal olaraq www topazda etməyinizi məsləhət görürəm. Çünki hər şeyin legalı gözəldir. İndi isə keçək həftənin oyunlarına. Deməli, özüm üçün oyunlar seçmişəm həftə boyu, hansı ki, mənə maraqlı gələcək. İlk oyun 22 apreldə PSG Nantes oyunudur. PSG Lyonla oyunda 2-1 uduzandan sonra artıq çempionluqdan bir damcıda büdrüyüb. Ona görə bu oyun Nantesdan mütləq ki, qələbə qazanmalıdır və qol aralığını da düzəltmək üçün mütləq ki, 3-5 boş oynamalıdır. Ona görə PSG-nin birinci taymda ev sahibinin 2 qolunu görürəm. Məncə PSG elə birinci taymda həm də neçə vaxtı liqada birinci taymda yaxşı oynaya bilmir. Bu dəfə Luis Enrique'nin komandası inanıram ki, birinci taymda 1-5 üst gətirəcək. Elə özünün də 2 topunu birinci taymda təxmin edirəm. Belə qələbə 3-5 borçlusu da mənə görə əynindədir Paris Saint-Germainin. Növbəti oyunumuz 22 aprel Premyer Liqadadır. Burnley Manchester City oyunudur. Manchester City Arsenal'la oyundan sonra artıq xallarını bərabərləşdirməyə yaxındır. Bir dənə artıq oyunu var, o da budur. Burnley-nə həm də ki, Arsenal'la aralarında top fərqi var. Ona görə maksimal dərəcədə Burnley-nə oyununda çox top vurmalıdır. İnanıram Guardiola'nın komandasına, çünki Arsenal'la da oyunda gördük ki, nə qədər fürsət yaratdılar, nə qədər Şerkinin artıq oyuna qayıtmağını görmüşük və bu oyunda PSG-yə oxşar bir oyun olduğuna görə Manchester City-nin hətta 4-5 boş ilə qələbəsini təxmin edirəm. Amma yenə də eyni olaraq hər iki hissənin 1-5 tamamda üstünü görürəm və Manchester 3-5 üstünə Burnley-ni darmadağın edəcəyini düşünürəm. Növbəti oyunumuz isə ayın 25-i Mainz Bavariya oyunu. Bildiyimiz qədər artıq Bayer öz çempionluğunu qarantiləyib, artıq Kompany'nin komandası liqada çempiondur. Ona görə həmişə Bavariyada belə bir şey var, amma Mainz'a dəhşətli dərəcədə qələbə və xal lazım olduğuna görə inanıram ki, bu oyunda Mainz Bavariyadan xal uğramağı istəyəcək və tam risksiz olaraq Mainz'ın hətta 2 topunu, çünki Mainz artıq Avroliqalarda da, konferansiyada daha doğrusu dayandırıb öz yolunu. Ona görə maksimal dərəcədə oynayacaq ki, heç olmasa liqada öz yerini düzəltsin və Mainz'ın şəxsi 2 topunu görürəm. Biraz riskli olsa da məncə Bavariya buraxacaq Mainz'a futbol oynamağa. Həm də ki, Mainz evdə oynayır. Evdə bildiyimiz qədər ən azından 2-3 top aralığı oynayır. Udmasa belə ev sahibinin 2 topunu təxmin edirəm. Uğurlar Mainz. Yəqin ki, Kompany paxıllıq eləməz. Növbəti seçdiyim oyunların arasında əlbəttə ki, Wolverhampton Tottenham var. Tottenham votdur ki, 2-ci liqaya düşsün, amma nəsə belə bir içimdə belə bir hissiyat var ki, imkan verməyəcəklər Tottenham düşsün və ən real oyunu da budur ki, heç olmasa 1-3 xal uğurlasın. Axırıncı oyunda uda 90-0-4-də səhv eləmirəmsə 2-2 elədi. Bu oyun Tottenham üçün ölüm dirim məsələsidir. Ona görə Tottenham bu oyuna axırıncı oyun kimi çıxacaq. Mən Tottenham'a bu oyunu çox inanıram Wolverhampton'la oyunda. Düzdür, səfərdə oynasa da Wolverhampton'da vəziyyət yaxşı olmasa da Tottenham ən azından neçə vaxtı İngiltərədə bir 5-likdə, 4-lükdə, 6-lıqda, 7-likdə olan bir komandadır. Birdən-birə bura düşməyi də heç kim istəməzdi. Ona görə Tottenham'a inanıram bu oyun. Tottenham'ın diri qələbə, yəni təmiz qələbəsini təxmin edirəm. İstəməzdim ki, Tottenham düşsün 2-ci liqaya, nə qədər də antisimpatiyam olacaqsa bu komandaya. Tottenham'ın qələbəsini təxmin edirəm. Növbəti oyun Liverpool Crystal Palace'dır. Liverpool da axırıncı oyun yenə də Van Dijk'in Everton derbisində Van Dijk'in şotuna yenə də 2-1
önə keçərək biraz da yerini düzəltdi və Crystal Palace-ın da artıq gələn həftə yox, o birisi həftə oyunu var Avroliqalarda biraz Crystal Palace-ın onsuz da yeri elədi ki, nə aşağılıqdır, nə yuxarılıqdır. Ona görə məncə Liverpoola daha lazımlı bu oyundur. Amma Crystal Palace-ın da bir dənə xəssiyyəti var ki, həmişə belə hegemon komandalara qol vurmağı bacarır. Ona görə bu oyunu qol üst dəyərləndirirəm. Çünki Mamardashvili də artıq Mamardashvili də zədə alıb, qapıçısı cavan qapıçıdır. Woodman olmalıdır səhv eləmirəmsə. Ona görə məncə Crystal Palace yol tapa biləcək Liverpoolun qapısına. Amma Liverpool bu oyun qələbə görürəm. Ən azından 2-1 3-2 belə bir görürəm, amma qol üst olaraq yenə də Liverpool o qədər qələbədə bizi məyus edib ki, qol üst təxmin edirəm ki, hamı rahat olsun. Növbəti oyunumuz isə gəlir bizim 25 aprelə Arsenal Newcastle United. Bəli, Arsenal fanatları, Arteta çox qəribə bir vəziyyətə gəlib çıxıblar. Artıq çempionluğu bir addımlığında büdrəmək, artıq oyunçuların zədələ olmağı, aprel ayının Artetaya qəti düşməməyi və Atletico Madridlə qabaqda oyun var. Artıq sən burada da uduzmaq şansın yoxdur və Newcastle United də elə bir komandadır ki, yəni hər zaman səndən xal oğraya bilər. Ona görə bu oyun biraz mənə çətin gəlir, amma bildiyimiz qədər Arsenal da Newcastle da ikisi də künc zərbəsi sevən komandadır. Bu oyuna 10,5 künc zərbəsi, yəni 10,5 üst künc zərbəsi təxmin edirəm. Hətta Arsenalın daha çox hücumda olduğunu düşünüb, Arsenalın şəxsi 5,5 üstlə künc zərbəsini təxmin edirəm. Yəqin ki, Arsenal intriqanı saxlayıb Newcastle evdə məğlub edə biləcək. Arsenal, amma künc zərbəsi təxmin elədim. 25 aprel Angers'la PSG oynayır. Ruslar Anji kimi də səsləndirirlər bu komandanı. PSG artıq nə qədər də Çempionlar Liqasına köklənsə belə heç vaxt istəməz ki, Fransa Liqasında da ikinci, üçüncü yerlərlə heç vaxt razılaşmaz. Ona görə PSG yenə də mən son oyundan sonra fikirləşirəm ki, çatana bir 3-4 dənə qoyacaq. Çünki Paris Saint-Germain öz liqasında həmişə qabaqcadan çempionluğu yəni qərarlaşdıran bir komandadır. Ona görə bu oyunları hər ikisində də 3-5 üst görürəm və PSG-ni təbii ki, qələbə və 3-5 üst dəyərləndirirəm, təxmin edirəm. Məncə Luis Enrique'nin komandası nə qədər də Bavariya ilə oyuna hazırlaşsa, Fransa liqasına da belə göz ardı baxmayacaq. Yekun olaraq PSG qələbə 3-5 üstlə. Və ən əsas oyun 26 aprel olacaq derbi. Galatasaray Fenerbahçe. Növbəti bir oyun hansı ki, çempionluq bilinəcək. Məncə çünki ən əsas oyun hər iki komandaya, bəli, Trabzonun da son 1-1 elədiyi oyundan sonra Fenerbahçe'nin yenə də bir şansı var artıq çempionluğa geçsin və Galatasarayda da Osimhen artıq sağalıb, qol uzadı sağalıb, məncə artıq 26-sı oyuna çıxacaq. Çox vaxt bu belə oyunlarda həmişə Nitsiyə, nə bilim, Menşiyə qaçırdı, amma məncə bu ən güclü derbi olacaq. Çünki Fenerbahçe da çıxır, oyuna çempionluq olmaq istəyir və Galatasaray da çempionluğu buraxmaq istəmir. Okan Buruk'un üstünə nə qədər təzyiqlər var, Okan Buruk'un üstünə gəlirlər, taktiksiz oyun, səhv zamenlər, həm Şallayının olmamağı, Saşa Boye da belə son zamanlar belə formada deyil, bilmirəm indi Sakrayda nətər olacaq. Bu oyun mənə görə 3-5 üstdür. Bilmirəm kim qalib gələcək. Hətta biraz Galatasarayın qalib gələcəyinə inansam da bu oyun Fenerbahçe'nin də məğlub olmağını o qədər də asan görmürəm. Çox bir qollu derbi gözləyirəm bu oyundan. Birinci taym hər iki komandanın qolunu gözləyirəm. İkinci taymda hətta qırmızı vərəqə belə ola biləcək bir oyundur. Çünki çox gərgin bir oyun olacaq. Sonuc olaraq qol üst, yaxud 3-5 üst, çox qollu bir oyun görürəm. Hətta 3-2, yaxud 2-3, 3-1, 4-1, yəni belə də 3-5 boşu, yəni 3-5 üstlü bir oyun görürəm. Çox maraqlı bir derbi olacaq. Hər iki komandaya uğurlar arzu edirəm. Bəli, əziz dostlar, bugünkü verilişimiz də sona çatır. Seçdiyim oyunlarda əlbəttə ki, öz təxminlərinizi, öz intuisiyavınızı qatıb yazırsınızsa yazmağı tövsiyə edirəm.
həmişə özünüzə güvənin ki, sonra heç kimdə və heç nədə günah axtarmayasınız. Sizə bol-bol şanslar. Əgər mərc edirsinizsə, bunu 100% VB Topazda eləyin, çünki hər şeyin legalı gözəldir. Sağ olun, gələn görüşlərə qədər.